yanındaki o maşenniklər sənə hörmət eləmiş olsaydılar, onda bu insanları bu qədər qızdırıb ortalığa çıxartmazlar. Ailədə kimin üstünə düşürlər? Ailə başçısına. Əgər sən Azərbaycan ailəsinin başçısısansa, demək bütün təqsir səndədir də. Niyə görə mən təqsiri Səid Şiqat əyilən Əl-Əsədovda görməliyəm? Niyə görə mən təqsiri, nə bilim, Vilayət Eyvazovda görməliyəm? O birisində sən onlara tapşırmısan ki, əlinizdən gələni eləyin, bu milləti məhv eləyin, bu millətin dilini soxun qarnına, ondan sonra mən rahat olum. İlham Əliyev, yeter artık milleti, halkı bu kadar incittin, alçattın. Bu kadar artık olmaz. Sesin çıkardan insanı tutursan, atırsan içeri, şerrenmeyle vətən haini adlandırırsan, narkotikin yüzün görmeyen insanları narkotikle, şerleyerek hapsediysen, tanıdığım insanlar var bile Azerbaycan'da 30, 35, 40 yaşındaki özlerine aile kurabilmirler, korkunlar. Ama senin 2008. yıl təvəllüdü 17 yaşında Nəvən Mikail milyardlarla mülklərə sahibdir. Hardandır bu pullar İlham Əliyev? Xalqın, millətin, uşaqların, körpələrin qanın, canın, süt pulun kəsərək heç bir devlətdə, heç bir ölkədə, mağazalarda uşaq yeməklərinə bulon vurmurlar. Bu şey Azərbaycanda baş verir İlham Əliyev. Burak atamı, siyasi məhbus, ürəyi xəstə adamdır. Bütün siyasi məhbusların ailələrini xəstə eləmişsən. Aile başçılarını da içeriye basmışsan. Bu kadar olmaz artık. Yeter deyirəm sənə İlham Əliyev.